Salam əziz tamaşaçılar, bu Brain Ringdir və baxdığınız bu məqamda ictimai televiziyanın efirində məktəblilər arasında Brain Ring üzrə Azərbaycan çempionatıdır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, o cümlədən Azərbaycan İntellektual Klublar Assosiasiyası ilə birgə ölkəmizin 11 regionunda bütün rayonların iştirakı ilə məktəblilər arasında çempionat keçirdilər. Və budur, qaliblər bugün bizim zaldadır. Bu ildə 16 komanda çempionadı uğrunda mübarizə aparacaq. Ada Universitetinin məktəbliləri, Bərdə komandası, 211 nömrəli tam orta məktəbin komandası, Gəncənin 32 nömrəli tam orta məktəbinin komandası, o cümlədən Qax, 20 nömrəli məktəb, Zərdab komandası, Qazax məktəbliləri də bizimlədir. Eyni zamanda ötən ilki çempionumuz 287 nömrəli Zəkalar Liseyinin məktəbliləri, həmçinin Saatlı məktəbliləri, Lerik məktəbliləri, Ağsudan komandamız, Gəncənin daha bir komandası, Fizika Riyaziyyat Təmayüllü Liseyin komandası, Şirvan, həmçinin Quba Fizika Riyaziyyat Təmayüllü Liseyin komandası və Sumqayıt çempion adı uğrunda mübarizə aparacaqlar. Məhz bu komandalar yaxın 4 veriliş boyu Brain Ring üzrə məktəblilər arasında Azərbaycan çempionu adını qazanmaq istəyirlər. Oyunumuz bu dəfədə Dənizkənarı Bulvar İdarəsi ərazisində yerləşən Crystal Hall'dan yayımdadır və yaratdıqları rahat şəraitə görə buranın əməkdaşlarına minnətdaram. Bizim müstəqil hakimimiz Məktəbə qədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin mütəxəssisi Xəyal müəllim Əsədovdur. Xoş gəlmişsiniz. Bugün DJ pultu arxasında DJ Maksim, dəstək qrupumuz Flash qrupu komandalarımızın yanındadır. Proqramın aparıcısı və baş hakimi mən Fatih və bugün qalib gələcək komanda, xatırladıram ki, final oyununa çıxacaq. Final oyununun qalibi isə Brain Ring üzrə Azərbaycan çempionu olacaq. Komanda öz sinəsindən bu medalları, bu kuboku isə məktəbinə apara biləcək. Xatırladıram ki, Elm və Təhsil Nazirliyinin qalib komandanın bütün üzvlərinə xüsusi hədiyyəsi olacaq, xüsusi planşetlər. Və finalçı bugünkü verilişin son döyüşündə müəyyən olunacaq. Əvvəlcə zalda olan iki komanda ringə çıxacaq. Bu gözü bağlı seçimlə gələcək komandalar 3 xala qədər döyüşəcəklər. İlk iki döyüşün qalibləri 3 xala qədər 3-cü döyüşdə qarşılaşıb finala, bu verilişin finalına vəsiqə qazanacaqlar. Daha bir finalçı da müəyyən olunduqdan sonra əsas döyüş 5 xala qədər olacaq və bu döyüşdən sonra verilişin sonunda ilk finalçımızın adı bəlli olacaq. Mən Xəyal müəllim, sizə bütün komandaların kartları ilə yaxınlaşıram və bizim belə bir fürsətimiz var ki, indi ilk iki komandanı seçək. Gəlin bu seçimi bu cür edək. Birinci komanda, diqqət. Gəncənin 32 nömrəli tam orta məktəbinin komandası yaşıl masa arxasına dəvət olunur. Rüstəm Bağırzadə, Bahadur Qasımzadə, Çingiz Mərənski, Kənan İsmailov, Kənan Məmmədov və komanda kapitanı Həmzə Rızazadə öz yerlərini alırlar. Bu komanda Gəncənin 32 nömrəli məktəbini təmsil edir. Seçimlərdə çox yüksək nəticə göstərdiyindən Gəncənin iki komandası bugün yarışır. Görək ikinci komanda hansıdır? O da Şirvan. Şirvan komandası qırmızı masaya dəvət olunur. Sənəm Hüseynli, Kamran İskəndərli, Əli Həsənli, Əsmət Dadaşova, Gülay Muxtarova və komandanın kapitanı Reyhan Qafarova yerlərini qırmızı masa arxasında alırlar. Birinci döyüşümüz dediyim kimi 3 xala qədərdir. Beləliklə ilk sualımı verirəm 1 xal dəyərində. Dostlar, Azərbaycan müəllimi qəzetinin saytında yer alan məqalələrdən birində onun cəmiyyətin düşüncə torpağına elm toxumu səptiyi qeyd edilirdi. Onun, yəni kimin vaxt? Gəncə. Bahadur Qasımzadə. Həsən bəy Zərdabi. Odur, 1-0. İlk sual öz cavabını Gəncədən tapır və növbəti sual yenə 1 xal dəyərində. Hind badamı ağacının budaqları gövdəyə nəzərən düz bucaq altında boy atır. Özdə yalnız iki tərəfdən. Buna görə də təbiətdə bu bitki nəyi əvəz edə bilər? Vaxt. Yenə Gəncə, buyurun, fərziyyəniz. İsmailov cavab verəcək. Eşidirəm onu. Kompas.
Düzdür, kompas. Bu dağların istiqamətinə görə üfüqün cəhətlərini müəyyən etmək olar. Gəncə komandası ikinci ardıcıl doğru cavabla hesabda üstünlüyü əldə edir. Həmzə, bizə uşaqlar barədə biraz danışın. Komanda yoldaşlarınızı bütün məktəbdə bu qədər uşaq var ikən niyə məhz bu 5 nəfəri öz ətrafınızda toplamısınız? Açığı komanda yoldaşlarımın çoxusu sinif yoldaşımdır və paralelimizdə çoxsu deyəndə hamısı sinif yoldaşımdır. Çoxdan tanıyıram hər birini. Yarışlarda iştirak edirdi, elə bu komanda ilə iştirak edirdi. Ona görə də elə bu uşaqlara güvəndiyimdən elə onlarla bir yerdə gəlmək istəyirəm. Son anda komandanızda yer almaq istəyən olmadı. Demədilər ki, eşitmişik, qalib olmuşsunuz, bəlkə məni də götürəsiniz komandanıza. Yox, açıq olmadı. Bütün məktəb bu masa arxasında yerləşməz. Amma 6 nəfər, əsas 6 nəfər buradadır və uğurlar. Növbəti sual. Reyhan, Ələkbər Rıza Quliyevin adı sizə nəsə deyir? Yox. O rəssamdır. Köhnə Bakı silsiləsinə daxil olan köhnə məktəbdə rəsmində qapının ağzında şagirdlərin ayaqqabılarını çıxarıb daxil olmasına xüsusi yer verilib. Rəsmdə şagirdlərdən birinin əlində nəyi saxladığını qoşa samitli sözlə deyə bilərsinizmi? Vaxt. Şirvan. Kamran İskəndərli. Buyursun. Baş olaraq ayaqqabılarını çıxardırdılar deyə dabankeş. Dabankeş axı qoşa Yəni ayaqqabı çıxardırdılar da. Ayaqqabı çıxaran, yəni belə demək istəyirsiniz. Əfsuslar olsun ki, səhv edirsiniz. İlk saniyədə bunu etdiyinizə görə masadan qalxmalı olursunuz. Gəncə qalan vaxtı düşünün. Deməli, ayaqqabını çıxarıb girirlər, məscidə deməli girirlər. Ya da bir heyət məscidə açıq mənasında fikirləşdim, amma deyək, qoşa samitli deyib, samitli. Əllərindən nə saxlayırlar? Əllərində nə saxlayırlar? Ayaqqabını çıxarıb girəndə əlində nə saxlayarsan? Namaz qılmaq üçün o şeyin adını. Buyurun Həmzə. Zəhmət olmasa sualı mənim üçün təkrarlayarsınız. Ələkbər Rıza Quliyevin köhnə Bakı silsiləsindən olan köhnə məktəbdə rəsmi var və orada qapının ağzında şagirdlərin ayaqqabılarını çıxarıb daxil olmasına xüsusi yer verilib. Bu rəsmdə dərhal sezilir. O rəsmdə şagirdlərdən birinin əlində nəyi saxladığını qoşa samitli sözlə deməlisiniz. Olsun təsbih. Təsbih qoşa samit yoxdur, amma falaqqa sözündə 2Q var. Falaqqa doğru cavabdır. Falaqqa köhnə üsulla tədris aparan molla məktəblərində şagirdləri cəzalandırmaq üçün istifadə edilən alət idi və nə yaxşı ki, artıq bu sözü biz bilmirik. Növbəti sual 2 xal dəyərində. Əfsanəyə görə Teymurləngin hücumu zamanı ələ keçməmək üçün Pəri adlı xanım özünü qaladan atır. Pəri qalası haqqında bu məlumatı eşidən əsər qəhrəmanı xanımların tez-tez bu yola əl atdığını bildirərək Bakıdakı hansı abidəni xatırlamışdı? Vaxt. Yenə Gəncənin masasında işıq yanıb. Bahadur Qasımzadə. Çox məsuliyyətli məqam. Doğru cavab qələbə deməkdir. Qız qalası. Qız qalası doğrudur. 4-0. Hər iki komandaya alqış və onları tribunalara yola salırıq. Gəncəni yenidən görmək ümidi ilə. Əfsuslar olsun ki, Şirvan komandası bu döyüşdən xal götürə bilmir, amma şansını da itirmir. Bütün komandaları demək istəyirəm ki, oyun davam edir. Hələ irəlidə növbəti oyun günlərində onların fürsəti olacaq ki, finala çıxsınlar. Hələlik isə növbəti cütlüyü müəyyən etməliyik və daha 2 komanda mənə lazımdır. Xəyal müəllim o komandalardan birini çağırır. Qubanın fizika riyaziyyat təməllüllü liseyi. Yasəmən Şahverziyeva, Əli Zeynalov, Aydan Ələkbərli, Fidan Zamanova, Kənan Rızamov və komanda kapitanı Emil Qeybullayev öz yerlərini qırmızı masa arxasında alırlar. Bəs yaşıl masaya hansı komanda gələcək? Bu da Sumqayıt komandasıdır. Cavidan Hacıyev, Samir Tağzadə, Abdullah Emin, Fatih Novruzlu, Bilal Şərifzadə və komandanın kapitanı Nahid Fərəcov yerlərini alır. Komandanın bütün üzvləri Sumqayıt Şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyada təhsil alırlar. Quba komandası isə mənə elə gəlir ki, yığmadı. Gəlin bunu Emildən dəqiqləşdirək. Emil, komandanızdakı uşaqların hamısı eyni sinifdə oxuyur, yoxsa? Yox, eyni məktəbdə oxuyuram hamımız. Quba Fizika Riyaziyyat Təmayüllü liseydə və 10-cu və 9-cu siniflərin, yəni 11 və 13 siniflərin yığmasıyıq biz. Onda mənə deyin, Emil, bütün komandaların özəyi olan oyunçular olur ki, yəni belə deyək ki, o bilik qığılcımı onlardan başlayır. Sizin komandada bu hansı oyunçular idi? Məndən başlayır. Sizdən başlayır. Ona görə kapitan sizi seçiblər. Bəli. Uğurlar, kapitan kürsüsündə uğurlar. Dostlar, kənd evlərinin bəzilərində təndir bir dənə olmur.
ana təndir var, bala təndir var. Bax, ana təndirlə bala təndirin fərqi nədədir? Vaxt. Sumqayıt komandası. Abdullah Caferiz. Bəlkə bu ölçüsünün fərqinə görə, yəni ölçüsü böyük olan ana təndir, balaca olana bala təndir deyirlər. Elədir ki var. Biri böyük olur, digəri balaca tutumlu və bu adətən görüləcək işin həcminə görə istifadə olunan təndirlərdir. Növbəti sual. Yenə bir xal oynanılır. Sual belədir. Təsəvvür edin ki, siz İtalyan maska teatrının Brigella adlı personajısınız. İtalyan maska teatrında adətən iki qulluqçu olurdu. Brigella və Arlekin. Bu qulluqçular arasında əsas fərq nə idi? Vaxt. Quba komandası? Yasəmən Şahveriyeva. Biri gülən olur, o birisi ağlayan. Yox. Sizi məyus etməli olacaq. Masadan qalxırsınız. Sumqayıt düşünür. Mən də ses fərqi, bir kişi də bir qadın idi. Bəlkə kişi bir Ən yaxşısı ola bilər. Təbəqə fərqi də olar. Amma iki qadın itirdik, maskaraya. Onsuz da heç nə itirmədik. Bas. Bas. Sumqayıt. Bizim komanda ümumi rəyinə görə biri kişi idi, biri qadın idi. Burada məsələ başqadır. Bu qulluqçular arasındakı əsas fərq, siz unutdunuz ki, biz bilik yarışındayıq. Biri ağıllı olurdu, o birisi isə ağılsız. Siz çalışın Brigella kimi olun. Növbəti sual 2 xal dəyərində. Sual belədir. Əvvəllər bu obrazın ifaçısı başına tərsinə çevrilmiş qoyun qarnı ya da ağ bez qoyardı. Keçi kimi uzun saqqal isə əvvəldən daranıb hazırlanırdı. Söhbət hansı sevilən bayram obrazından gedir? Vaxt. Yaşıl masada fay start. Quba komandasının şansı yaranır hesabda irəli çıxmağa. Saqqalı var, başına taxır bayram obrazı. Keçənin saqqalı var. İstəsən təkrarla, tam dəqiq olsun sonra denəm. Sən deyəcəksən. Təkrarla özün üçün dəqiq denəm. Buyurun Emil. Əli Zeynalov. Aha. Mən üçün sualı təkrarlaya bilərsiniz, zəhmət olmasa. Əvvəllər bu obrazın ifaçısı başına tərsinə çevrilmiş qoyun qarnı ya da ağ bez qoyardı. Keçi kimi uzun saqqal isə əvvəldən daranıb hazırlanırdı. Söhbət hansı sevilən bayram obrazından gedir? Olsun Novruz bayramını Kosa. Novruz bayramından. Bu cür böyük səhv edirsiniz. Belə fürsət var ikən. Söhbət keçəldən gedirdi, Kosadan yox. Axı mən onun başını təsvir edirdim. Başındakı papağı yox, başının dazını bu dediyim üsulla o yaradırdı. Növbəti sualın dəyəri qalxdı. 3 xal bu cür şans əldən gedir. Milli musiqili komediya teatrında çalışan hansı aktrisamızı 70-ci illərdən sonra iş yoldaşları qaynana təxəllüsü ilə çağırmağa başlamışdılar? Vaxt. Quba. Nəsibə Zeynalova. Doğru cavab və kapitan komandanı bu çətin vəziyyətdə xilas edib final döyüşünə saxlayır və biz Quba komandasına masa arxasında qalmağı tövsiyə edirik. Belə ki, Quba komandası indi Gəncənin 32 nömrəli tam orta məktəbinin komandasına qarşı yarışacaq. Gəncə meydana gəlir yenidən. Rüstəm Bağırzadə, Bahadur Qasımzadə, Çingiz Mələnski, Kənan İsmailov, Kənan Məmmədov və komanda kapitanı Həmzə Rızazadə. Beləliklə, bu verilişimizin 3-cü döyüşüdür və gördüyünüz kimi biz verilişin sonunda görüşəcəyimiz finala çıxacaq komandanı müəyyən etmək üçün yarışırıq. Gəncə yoxsa Quba bugünkü finala kim çıxacaq? Diqqət, diqqət. Mastərə kəndindən danışılarkən toponimin bir tayfanın adından gəldiyi vurğulanır. Bəs həmin fərziyə görə o tayfa hansı Bakı kəndinə də adını verib? Vaxt. Quba. Yasəmən Şahveriyeva. Maçdağa. Maçdağa 1-0. Yasəmən, sevinirəm ki, komandanızdasınız və masa arxasındasınız. Əlbəttə ki, cərimə skamyası sizə yaraşmır. Siz burada olmalısınız və cavab verməlisiniz. Növbəti sual. İslam müdrik kəlamlarında deyilir, ev seçərkən onlara baxmağı unutma. Kimlərə? Vaxt. Yenə Quba komandası. Yasəmən Şahveriyeva. Qonşu. O da doğru cavabdır və arıcıl 2 doğru cavabla Yasəmən komandasını qələbəyə və finala daha yaxın edir. Əhsən Yasəmən. Yasəmən, neçənci sinifdə oxuyursunuz indi?
Ona keçdim. Ona keçdiniz, maşallah. Mən çox sevinirəm ki, belə iti zəka sahibisiniz. Planlarınız nədir? Həyatdakı planlarınız? Bax, 10 bitəcək, 11. Sonra nə? İnşallah universitet, Hansı? ADA Universiteti istəyirəm. Onları hədəfləmisiniz. ADA məktəbliləri alqış edirlər bu seçiminizə. Növbəti sual. 1996-cı il Atlanta Olimpiyadasında 13 yaşlı Çinli Fu Minxia tramplindən tullanma üzrə çempion oldu. Bəs nəyə görə onun rekordu təkrarlana bilməz? Vaxt. Rekord təkrarlanır. Ola bilsin ki, rekordu qıranda vəfat edib. Qıranda ölürdü. Təkrarlana bilməz. Təkrarlanır. Minimum yaş qaldırıldı. Hə, ola bilər. Quba komandası qələbənin bir addımlığında görəsən düz cavab verə biləcəklərmi? Emil? Özüm cavab verəcəm. Bəlkə ondan sonra olimpiyadanın minimum yaşı qaldırıldı və ona görə artıq 13 yaşda o rekord heç kim təzələyənməzdi. Sizin neçə yaşınız var? 16. Siz bu rekordu təzələyə bilərsiniz. Hələlik isə özünüz rekord edirsiniz. Qələbə! Quba komandası finala çıxır. Bugünkü verilişin final döyüşündə onlar mütləq yarışacaqlar. Səbirsizliklə gözlədiyimiz o döyüşdə görək nə olur. Hələlik isə Qubaya əhsən düşür və əfsuslar olsun ki, Gəncənin 32 nömrəli tam orta məktəbinin komandası bugün oynamaq şansını itirir. Bəs digər komandalardan hansı iki komanda növbəti 3 xallıq döyüşün iştirakçısı olacaq? Gəlin baxaq. Bu Gəncənin digər komandası, Gəncənin fizika riyaziyyat təmayüllü liseyinin komandasıdır. İlham Abbaslı, Elvira Quliyeva, Səid İskəndərov, Dəniz Zeynalzadə, Tariyel Əhmədova, komanda kapitanı Ayşə Əliyeva yaşıl masa arxasında yer alırlar. Mən ümid edirəm ki, bugün finalda bir Gəncə komandası olacaq. Bu, həm də fizika riyaziyyat təmayüllü liseyin komandası ola bilər. Bəs digər komanda? O da Qazax komandası. Buyurun, qırmızı masaya. Onur Qədimli, Hümbət Əliyev, Nəzrin Nağdalıyeva, Sübhan Osmanlı, Yusif Nəbili və komandanın kapitanı Cavidan Qaravəliyev yerlərini tuturlar. Bu komanda Qazax şəhərinin Səlim Əfəndiyev adına 1 nömrəli tam orta məktəbi, Mehdi Hüseyin adına humanitar və təbiət fənləri təmayüllü məktəb liseyin, o cümlədən Səməd Vurğun adına 2 nömrəli tam orta məktəb və Aslanbəyli, Ürkməzli kənd məktəblərindən formalaşmış komandadır. Belə gözəl yığmanın oyununu izləmək də maraqlı olacaq. Çünki onlar bir-biri ilə çox oynayıblar, amma belə vacib meydana ilk dəfə bir yerdə çıxırlar. Diqqət! Bu yerdə mən komandalarımıza nəfəs dərmək üçün bir fasilə vermək istəyirəm. Musiqili time-out və Siva qonağımızdır. Yaman eman 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 can yaman
Məktəblilər arasında Brain Ring üzrə Azərbaycan çempionatı davam edir və ictimai televiziyada yarışlarımızdan növbətisinə baxırsınız. Əziz dostlar, bugün müstəqil hakim kürsüsündə məktəbə qədər və ümumi təhsil üzrə Dövlət Agentliyinin mütəxəssisi Xəyal müəllim Əsədovdur. Xəyal müəllim, oyunun gərginliyini yəqin ki artıq hiss etdiniz. Bu əlbəttə ki tamam başqa bir gərginlikdir. Təəssüratlarınız oyunun birinci hissəsindən, Quba komandasının belə parlaq oyunundan. Fatih bəy, demək istərdim ki, belə qısa zaman kəsiyində belə cavablar verməkləri çox gözəl haldır. Bu isə həm psixoloji hazırlığın, həm də intellektin göstəricisidir. Tamamilə doğrudur. Çünki belə gərgin rejimdə oynamaq bilə bilərsən, amma birdən sənə nəsə mane ola bilər düzgün cavabı vaxtında demək. Və indi bizim gördüyümüz nədir? Yaşıl masa arxasında Gəncənin Fizika Riyaziyyat Təmayüllü Liseyinin komandası növbəti döyüşün başlamasını gözləyir. Digər tərəfdə isə döyüşü ayaq üstə gözləyən Qazax komandasını görürük. Xatırladıram ki, bu döyüşün qalibi daha bir cütlüyün qalibi ilə üz-üzə gəlib, yekunda verilişin finalına vəsiqə qazanmaq üçün yarışacaqlar. Beləliklə, başlaya bilərik. 3 xala qədər yarışacaq. İlk sualın 1 xal dəyərində. Filosof Bertrand Russell iddia edirdi ki, elm bizim bildiyimizdir. Bəs onun fikrincə bizim bilmədiyimiz nədir? Vaxt. Yaşıl masada false start yaşanır və düyməsxan əfsuslar olsun ki, masanı tərk edir. Qazax düşünür. Təşahada bilirəm. Kimə təşahadadım? Bəli, Cavidan. Zəhmət olmasa mənim üçün təşəkkür Filosof Bertrand Russell iddia edirdi, elm bizim bildiyimizdir. Bizim bilmədiyimiz nədir? Din. Fəlsəfə. Dəqiq elm olmasa da məlum olmayan şey haqqında düşünmə üsulu filosofun dilindən o prioriteti fəlsəfəyə vermişdi. Növbəti sualın dəyəri qalxır. 2 xal oynanılır. Qərbə yeni gələn parça haqqında tək məlumat Çində ağacda yetişməsi idi. Bu səbəbdən ilk vaxtlar onu, bu parçanı ağac yunu adlandırırdılar. Söhbət nədən gedir? Vaxt. Gəncə komandası. Bu sual Dəniz Zeynalzadə cavab verir. Dəniz doğru cavab verərsə komanda hesabda irəli çıxır. Bəlkə bu ipəkdir. İpəkdir, elədir ki var. 2-0. 2-0. Cavidan, bəlkə sirr elə bundadır. Bəlkə oturub oynamaq lazımdır. Necə düşünürsünüz? Rəqibləriniz sizə sanki işarə verdilər. Gəlin oturaq oynayaq. Görək belə necə alınır. Növbəti sual. Şimalda Kola yarımadasında yaşayan Saam xalqı hansı heyvanı öz əcdadları hesab edir və onu məndaş adlandırırlar? Vaxt. Buyurun, yeni Gəncə komandası. Bu suala özüm cavab verirəm. Koala. Yanılırsınız. Qalan vaxt Qazaxındır. Sağ xalqı Finlandiyalar. Baxın, Finlandiyada nələr yaşayır? Məsələn, qutb ayısı və ya öküzü. Mandaş nə ola bilər? Onu fikirləşir, məndaş deyil. Mandaş nə ola bilər? Mamut yox. Mamut ola bilər. Ola bilər. Bas. Cavidan. Zəhmət olmasa təşəkkür edək. Çox sayılı versiyalar var. Birini seçəcəm. Kim cavab verəcək? Mənə. Şimalda Kola yarımadasında yaşayan Saam xalqı hansı heyvanı öz əcdadları hesab edir və onu məndaş adlandırırlar? Çox sayılı versiyalar var, amma mamont deyəcəm. İndi mamont yoxdur axı. Saam, eləcə də bir çox şimal xalqlarının əsas gəlir mənbəyi maralçılıqdır, dostlar. Onlar məhz maralı öz əcdadları hesab edirlər. Lap dəqiq desəm, şimal maralını. Növbəti sual 2 xal dəyərində. El adətinə görə əvvəllər toy günü gəlin ata evindən ər evinə yola düşəndə dəstədən bir nəfər cavan uşaq ayrılar və tez ər evinə qaçardı. Niyə? Vaxt. İşıq qırmızı masada yanır, hesab bərabərləşə bilər. Süphan. Süphan, buyurun. Məncə bu gəlinin ayaqqabısını apardı. Yox. Komanda sizi itirir. Gəncə fürsətdən istifadə edə biləcəkmi? Gül gətirmək üçün ola Ayşə, çox gözəl fürsət yaranıb. Gəncənin 32 nömrəli məktəbinin edə bilmədiyini siz edə bilərsiniz. Bu sual mən cavab vermək istəyirəm. Ola bilər şirinlik gətirmək istəyirdi.
şirinlik gətirmək yox, şirinlik almaq istəyirdi, muştuluq almaq üçün. Şad xəbəri birinci çatdırdığı üçün oğlan evi onu belə mükafatlandıra bilərdi. Növbəti sualın dəyəri qalxır və Qazaq fürsəti itirmiş sayılmır. Bugünkü Akademik Milli Dram Teatrı 1919-cu ilin oktyabrında rəsmi dövlət müəssisəsi kimi fəaliyyət göstərməyə başlamışdı. İlk əsər isə İsa bəy Aşurbəylinin patriotik tamaşası idi və onun adı belə idi. Azərbay və nə? Vaxt. Qazaq. Can da yəqin ki, Azərbaycan. 3-2. Can. Doğrudan da bu hecanı demək lazımdır. Söhbət Azərbay və Can piyesindən gedir. Beləcə Qazaq komandası bütün döyüş boyunca susub axırda ən vacib suala cavab verməklə özünə bugün yer edir. Görək Gəncə oynaya biləcəkmi? Diqqət, onların rəqibi növbəti döyüşün qalibi olacaq. Növbəti döyüşə çıxacaq iki komandanı isə biz yenə də Xəyal müəllimlə seçirik. Beləliklə bu Lerik komandasıdır. Buyurun. Xəyyam Nurullayev, Məhəmməd Eyvazlı, Əkbər Səfərli, Əli Ağayev, Vüsal Əhmədzadə və komanda kapitanı bəylər Mirzəzadə qırmızı masa arxasına keçirlər. Digər komandansı olacaq. O da Zərdab komandasıdır. Buyurun. Hüseyin Hüseynov, Həmzə Həsənli, Nərmin Bayramova, Əhsən Davudsoy, Sahil Mustafayev və komandanın kapitanı Xuraman Həlilova öz yerlərini yaşıl masa arxasında alırlar. Xatırladım ki, Zərdab komandası Zərdabın Yar Məhəmməd bağı, Gəlmə, İshaq bağı, Körpükən kənd məktəblərini və 3 nömrəli tam orta məktəbi təmsil edir. Lerik komandası da yığmadır. Belə ki, Vizə Zəmin, Lüləkəran kənd məktəbləri və daha bir deməli gimnaziyanın təmsilçiləridir. Biraz bu barədə danışmaq üçün bəylər sözü sizə vermək istəyirəm. Salam Fatih. Hər vaxtınız xeyir. Komandamızın üzvləri bildiyimiz kimi Lerikdən yığma olaraq yığılıb. Yəni yığma olmamıza baxmayaraq rayon səviyyəli çempionatlarda, zona səviyyəli çempionatlarda birlikdə çox yarışdığımız üçün yəni məncə uyğun tandem təşkil edirik. Mən sizə uğurlar arzu edirəm və bu vacib döyüşdən qalib çıxmağı. Çünki qalib olduğunuz təqdirdə biraz əvvəl qalib gəlmiş Qazaxa qarşı həlledici döyüşdən verilişimizin finalına çıxa bilərsiniz. Uğurlar. Dostlar, 2025-ci ildə Xankəndi şəhərində Zəfər Parkının təməli qoyuldu. Deyə bilərsinizmi, parkın mərkəzindən inşası davam etməkdə olan Zəfər tağına qədər neçə pilləkən nəzərdə tutulub? Vaxt. Zərdab komandası buyurun. Özüm cavab verəcəm 44. Elədir ki, var. Bu simvolik mənanı doğru anladınız və ilk halı qazandınız. Xuraman, bu il, keçən il fürsətiniz olubmu? Qarabağda olmusunuzmu? Xeyr, təəssüf ki. Hələ ki olmamışsınız. Mən arzu edirəm ki, 2026-cı ildə fürsət tapan kimi ən gözəl havalar olanda siz və komanda yoldaşlarınız ora bir səfərə yollansınlar. Və ümid edirəm ki, Azərbaycan çempionu adını qazanıb, ora çempion qismində də getmiş olarsınız. İstənilən halda görüləsi yerlər çoxdur. Növbəti sual bir xal dəyərində. Sovet hakimiyyətinin ilk illərində Moskvada universitet tələbələri üçün nümunəvi bir yataqxana açılmışdı. Bəs bu yataqxanada qalmaq istəyən tələbə hansı yeganə şərtə cavab verməli idi? Vaxt. Zərdab, buyurun. Suala Hüseyin Hüseynov cavab verəcək. Yəqin ki, həmin universitetin tələbəsi olmalı idi. Yox, elə deyil. Komanda sizi itirir. Lerik düşünür. Ancaq rus olmalı. Təkcə elə özün cavab. Biz sənə verəcəyik. İkinci saniyə doğrusu. Sən verəcəksən. Yox, sən verəcəksən. Buyurun bəylər. Zəhmət olmuş sualı mən üçün təkrarlayardınız. Sovet hakimiyyəti dövrü Moskvada universitet tələbələri üçün nümunəvi bir yataqxana açılır və bu yataqxanada qalmaq istəyən tələbə hansı yeganə şərtə cavab verməli idi? Sovet İttifaqı bildiyimiz kimi 15 respublikadan qurulmuşdu. Həmin respublikaların birinin vətəndaşı olmalı idi. Zaten o universitetdə xarici tələbələrin sayı az idi və sözü gedən yataqxanada da mən dedim axı, o nümunəvi yataqxanadır. Başqa yataqxanalardan şəraiti ilə, rahat şəraiti ilə seçilir və bu rahat şəraiti yalnız nümunəvi, belə deyək ki, nümunəvi tələbələrə, əlaçılara ancaq imtiyaz verirdi orada qalmağa. Növbəti sualın dəyərini qaldırdınız. 2 xal oynanılır.
Ehtiyatlı olun, Zərdab komandası cavab versə döyüşün qalibidir. Dostlar, bəstəkar Xəyyam Mirzəzadə son müsahibələrindən birində demişdi ki, onun evində cəmi 4 lampoçka var. O bu ifadə ilə nə demək istəmişdi? Vaxt. Lirik komandası hesabda irəli çıxa bilərsiniz. Bu suala da özüm cavab vermək istəyirəm. 4 uşağı var idi. Xeyr. Zərdab düşünür. Evində 4 otaq var idi bəlkə. Dedi də 4 nəfər idi. Evdə cəmi 4 nəfər var. 4 otaq var. Evdə cəmi 4 nəfər var. Niyə yalan evində 4? Evdə cəmi 4 nəfər var. 4 nəfər. Zərdab komandası. Suala özüm cavab verəcəm. Baxın. Bəlkə 4 otaq var idi. Hər otağında bir lampoçka. Düşünürsünüz ki, o şikayət edirdi 4 otaqlı ev olduğuna görə. 4 otaqlı ev, balaca ev deyil. Əslən 4 otaq deyəndə mətbəx, salon. Başa düşürəm sizi, amma mən fürsətdən istifadə edib sizin komanda üzvlərinizin hamısının bilirəm ki, ailə üzvləri indi bizə baxır. Amma xüsusi salamı nənələrə və babalara çatdırmaq istəyirəm. Çünki Xəyyam Mirzəzadə də baba idi və o nəvələrinin sayını nəzərdə tutaraq onların evi işıqlandırdığına işarəni belə vermişdi. Növbəti sual 3 xal dəyərində. Cəlbediciliyi səbəbilə fransız dilində onu aimant, yəni sevən daş adlandırırdılar. Söhbət nədən gedir? Vaxt. Maraqlıdır. Suala Həsənli Həmzə cavab verəcək. Həmzə səhv etməsə siz döyüşün qalibisiz. Bəlkə almaz. Almaz deyil. Almaz deyil. Lirik düşünür. Bəylər, sizə bir yaxşı, bir pis xəbərim var. Hansından başlayayım? Pis xəbər deyin, yaxşı. Pis xəbər odur ki, indi cavab verməsəz diskvalifikasiya olacaq. Yaxşı xəbər odur ki, düz cavab versəz, indi döyüşün qalibi olacaqsınız. Cəlbediciliyi səbəbilə fransız dilində onu aimant, sevən daş adlandırırdılar. Söhbət nədən gedir? Brilyant. Yox, cəlbediciliyi ilə seçilən daş maqnitdir. Diskvalifikasiya və əfsuslar olsun ki, nə Lirik, nə Zərdab döyüşü davam etdirmir. Hər iki komandanı mən tribunalara dəvət edirəm. Bu o deməkdir ki, daha iki komandanın şansı yaranır. Gəlin görək hansı komandalar olacaq. Turnirin əvvəlində döyüşdə çıxacaq komanda çoxdur. Misal üçün 211 nömrəli məktəb. Buyurun, yaşıl masa arxasına keçirsiniz. Zəhra Xəlilova, İnci Fərhədova, Məhəmməd Əkbərli, Toğrul Atayev, Əli Ağay və komandanın kapitanı Turqut Neymətli eyni məktəbdə oxuyurlar. 211 nömrəli Bakı məktəbini təmsil edirlər. Bəs başqa? Xəyal müəllim. Ada məktəbi komandası Zərifə Qulamova, Qabil Hüseynli, Leyla Rəfullayeva, Sənan Əlizadə, İsmail Süleymanlı və komandanın kapitanı Kərim Kərimli öz yerlərini alırlar. Görək, Qazax komandasına qarşı hansı komanda seçiləcək? Yubatmayaq, başlayaq. Beləliklə, bu döyüş 3 xala qədər və ilk sual 1 xal dəyərində. Yapon kinematografiyasından bəhs edən bir kitabın üz qabığında burularaq uzanan kinolentlər nələr vasitəsilə tutulub? Vaxt. Eşidirəm. Salam Fatih, suala özüm cavab verəcəm, risk eləyəcəm, belə deyim. Yəqin ki, bu yemək çubuqlardır. Heç yeri deyindi risk etməyin. Axı siz masadan qalxırsınız, səhv cavab verirsiniz. Yox, qalxmayın. Düz cavab vermişsiniz. Doğrudan da lazım olan yerdə lazım olan risk edir və ilk sualı cavablandırır. Daha bir sual, yeni bir xal. Əhsən. Bir dəfə İtalyan bəstəkarı Mascagni Verdinin xatirəsinə həsr olunmuş festivalda iştirak etməyə razılaşmışdı. Amma bir şərtlə. Onun qanararı dirijor Toscanini'dən azı 1 lirə artıq olmalıydı. Nəticədə Mascagni nə qədər qanarar aldı? Vaxt. Ada məktəbi buyurun. Zərifə cavab verəcək. Buyursun. 1 lira. Bəli, cəmi 1 lirə. Çünki Toscanini festivala təmənnasız, pulsuz dirijorluq eləmişdi. Hesab bərabərləşdi. Ada məktəbi Bakının 211 nömrəli tam orta məktəbinə qarşı. Diqqət.
Bilməm, baxmısınız yoxsa yox, Bala Başa Bəla teletamaşası. Baxmamısınızsa belə, mənə elə gəlir ki, məntiq sizi doğru cavaba gətirə bilər. Bala Başa Bəla teletamaşasının çəkilişləri zamanı aktyor Cahangir Novruzov üçün ən çətin səhnə hansıdır soruşanda demişdi ki, qonaqlıq səhnəsi. Bunun səbəbi nə idi? Vaxt. Adı məktəbi? Qabilin versiyası var, xoşuma gəldi. Görək nə deyir. Döyüşdə irəli çıxa bilərsiniz? Orada uşaqların sayı çox idi. Xeyr. Komanda sizi itirir. 211 nömrə məktəb düşünür. Uşaqlar yeməklər dağıdır olur, qonaqlıq. Bəlkə orada, onu bir dənə toxunma. Bəlkə orada deməli içkili oynayıb, sərxoş oynamış ola bilər. Başqa nə ola bilər? Uşaqlara ayıb bir şey olmadı. Uşaqlara ayıb bir şey olmadı. Başa bəla, uşaq başa bəla. Bala, başa bəla. Dağıdır, bəlkə ətrafı sərgəsiz. Yox. Bəlkə baldı uşaqlar dağıdır. Turqut. Sualı zəhmət olmasa mənim üçün təkrar edərsiniz. Bala Başa Bəla teletamaşasının çəkilişləri zamanı aktyor Cahangir Novruz üçün ən çətin səhnələrdən biri qonaqlıq səhnəsi olmuşdu və bunun səbəbi nə ola bilərdi? Bəlkə deməli belə fərz eləyək ki, o öz uşağı ilə oynamışdı həmin səhnədə. Uşaq da istər-istəməz atasını istəyir, ona görə ona mane olurdu, belə deyək. Yox, elə olmayıb. Ümumiyyətlə, uşaqlar belə deyək də, heç vaxt mane olmurlar. Uşaqlar çox olanda çox yaxşıdır. Çünki ən azından biz məktəblilər arasında Brainring üzrə Azərbaycan çempionatı keçirə bilirik. Bu yaxşıdır. Bala Başa Bəla tamaşasında isə nüans ondan ibarət idi ki, Cahangir Novruzov sözü gedən o süfrəyə əyləşəndə çəkilişlər Ramazan ayına təsadüf etmişdi və o oruç tuturdu. Ona çox çətin idi o səhnədə oynamaq. Növbəti sual 2 xal dəyərində. Bu, qalibi müəyyən edəcək sualdır. Diqqətli olun. Bir əsərdə dəniz xəstəliyindən əziyyət çəkən Suriyalı qəhrəmanın sakitləşməsi üçün tövsiyələr verilir. Lakin o, dözümlü olduğunu bildirərək uşaqlığını və bir heyvanı xatırlayır. Hansı heyvanı? Vaxt. Ada məktəbi indi qalib ola bilər. Kim cavab verəcək? Zərifə. Dəvə. Dəvə. Qələbə. Doğrudur. Ada məktəbi komandası masa arxasında qala bilir. 211 nömrəli məktəbin şagirdləri isə öz növbəsində tribunalara qayıdırlar. Və mən görürəm ki, Qabil masa arxasına qayıtmaq üçün xeyli çətinlik çəkdi. O cərimə skamyasından masa arxasına qayıtmalı olub-olmadığını bilmirdi. Hər şey çox sadədir. Siz burada olmalısınız və davam etməlisiniz. İndi Qazaxa qarşı oynayacaqsınız. Qazax komandasını yenidən meydana, yaşıl masaya dəvət edirəm. Onur Qədimli, Hümbət Əliyev, Nəzgin Nağdəliyeva, Sübhan Osmanlı, Yusif Nəbili və komanda kapitanı Cavidan Qaravəliyev bu 3 xala qədər döyüşə ona görə çıxırlar ki, qalib müəyyən olunsun və biz final döyüşünə keçək. Görək Qubaya qarşı kim oynayacaq? Qazax komandası yoxsa Ada məktəbi? Çox çətin döyüşdü. 3 xala qədərdir. Amma uzun çəkməyəcək. Başlayırıq. Bir xallıq suallar. Azərbaycan teatr və kinosunda bir çox komik obrazlar yaratmış Lütfəli Abdullayev 1914-cü ildə hansı rayonumuzda anadan olub? Vaxt. Işıq qırmızı masada yanır. Versiyamızı Zərifə səsləndirəcək. Zərifə. Bəlkə bu Şəkidir. Şəkidir, elədir ki var 1-0. Gülüş ustası məhz Şəki rayonunda anadan olub. Kərim, Əhsən, komandanız çox yaxşı oynayır və mənə elə gəlir ki, müəyyən mənada sirri də hardasa sizdədir. Elə də elə deyil. Qəbul edirəm, məndə ola bilər. Və çünki mən hiss elədim ki, Zərifəyə vaxtında cavabları siz pıçıldayırsınız. Hayır, düzdür, yaxşı söyləmişsiniz. Bu taktikanı bizə izah edin. Niyə belə edirsiniz? Çünki mən kapitanam və mən versiyanı səhv səsləndirsəm birinci saniyədə. Buna görə dura bilərəm və komanda biraz çətin yaşaya bilər. Zərifəni amma seçmişik kamikadze kimi. O səhv cavab versə durur, düz cavab versə də komandamız xal qazanır. Oy, Zərifə, bu rol, kamikadze rolu sizi razı salırmı? Razısınızmı? Belə olmalıdırmı?
Mənim komanda yoldaşım kapitanın hər bir fikri ilə mən razıyam. Oy, necə maraqlı. Kaş ki bütün oyunçular kapitanlarına bu qədər etibar edərdilər, hə? Cavidan, sizin komandada kamikadze kimdir? Bizim komandada kamikadze yoxdur, yəni hamı bilir, hamının versiyası var. Onda Yəni, biz növbəti heç kim sualda qurban bunu vermirik. sübut edin. Növbəti sual bir xal dəyərində. Cavidan, Jean-Simon Berthelemy, Martino Altomonte və bir sıra başqa rəssamların əsərlərində Makedoniyalı İskəndər əlində qılıncla zərbə endirməyə hazırlaşır. Lakin bu döyüş anı deyil. Bəs o nə edir? Vaxt. Ada məktəbi. Okay, bu dəfə özüm cavab verəcəm. Ümid edirəm riskim özünü doğruldar. O Gordi düyümünü sındırmağa çalışır, sındırır. Gordi düyümünü sındırır. Belə bir rəvayət var İskəndər haqqında. Gordi düyümünü sındırır. Qalıncı ilə vurur, qırır. Siz indi səhv edirsinizsə masadan qalxırsınız. Etmirəm. Hardan bilirsiniz? Çünki mən bilirəm ki, İskəndərlə bağlı bir rəvayət var və əgər qılıncda o müharibədə deyilsə, yəqin ki, həmin o məşhur rəvayət olan Gordi düyümün qırmağı edir. İnandırıcı səslənir. 2-0. Kərim ən həlledici məqamda bu riskə getməyi ilə bir daha sübut edir ki, bizim komandada hamı oynayır. Sadəcə kamikadzemizdə var. Uğurlar. Onda Kərim, sualı sizə verim, yoxsa Zərifəyə? Mənə verin. Xəzinələr Adası əsərinin məşhurlaşmasından sonra teatra adaptasiyalar özünü gözlətmədi. Aktyorlarla bərabər seçimlərdə xüsusi dialoqu olan bu canlı da iştirak edirdi. Hansı? Vaxt. Ada məktəbi kim cavab verir? Qabil görək versiyası var. Orada John Silver'in məşhur tutuquşusu vardı, tutuquşu iştirak edirdi. 3-0! 3-0! Tamamilə doğru cavab! Və Ada məktəbi gördüyünüz kimi Qubaya qarşı final döyüşünə qalır. 5 xala qədər keçiriləcək o döyüş üçün Quba komandasını dəvət edirəm. Yasəmən Şahverdiyeva, Əli Zeynalova, Aydan Ələkbərli, Fidan Zamanova, Kənan Rızamova və komanda kapitanı Emil Qeybullayev öz yerlərini alırlar. Hələlik bu mövsümün iki ən güclü komandası, indi oynamış komandalar arasında bunu rahat demək olar. Hələlik mövsümün iki ən güclü komandası baş-başadır və görək finala kim çıxacaq. Bu döyüş 5 xala qədərdir dostlar və ilk sual 1 xal dəyərində. Rəhim Cəfərovun Moskvadan Bakıya gələn qəhrəmanı onu müşahidə edən yoldaşına çirkli vulkanları görmək istədiyini deyir. Əslində o nəyi nəzərdə tuturdu? Vaxt. Ada məktəbi. Yenə Zərifə kamikadze eləyəcək. Palçıq vulkanı. Ax, necə demək istəyirəm, səhvdir, amma deyə bilmirəm, düzdür. Düzdür. Baş qəhrəman sözləri təhrif edərək Qrizivyi əvəzinə Qryazny vulkanı ifadəsini işlətmişdi və Ada məktəbi bu cavabı bilirdi. Kərim komanda yoldaşına cavab haqqını ötürdü, amma cavabı da ötürdü. Özünüz görürsünüz. Maraqlı taktika ilə oynayırlar. Görək bu taktika heç vaxt səhv etməyəcək ki. Yeri gəlmişkən, Kərim, axı hər kamikadzenin də öz dubloru olmalıdır da. Bu taktikada yəqin ki, siz onu da ehtimal edirsiniz ki, Zərifə uduzsa neyniyəcək? Biz də bu taktikanı qurmuşuq. Zərifə uduzsa, dursa, yəni səhv cavab versə, amma yenə Sənan gəlir. Ehtiyat kamikadzemiz nə var? Ehtiyat kamikadzesi də. Bəs ehtiyat kapitanınız varmı? Ehtiyat kapitanımız Qabildir. Onlar oyunu o qədər içərdən bilirlər ki, bu oyunu bu qədər rahat idarə edə biləcəklərini düşünürlər. Görək sona qədər belə olacaq ya yox. Hiram Maxim ilk komersiyalı məqsədli silah səs boğucusunun ixtiraçısı hesab edilir. O həm də nə üçün səs boğucu ixtiraçısı hesab edilir? Vaxt. Ada məktəbi düyməni sıxıb cavabınızı kim verir? Zərifə cavab verəcək. Filmlər üçün. Xeyr. Həmin o hal yaşanır. Kamikadze masadan qalxır. Quba düşünür. Silah yox, silah susturucu istehsal edir. Bu həm də nəyə istehsalçısı olur? Həm də nə üçün boğucu səsi? Həm də nəyə boğucu səs eləyə bilər? Nəyin səsi? Bəlkə naşikin. Yox, çox asansı. Eşidirəm sizi, Quba. Zəhmət olmasa mən sizin təkrarlayarsın. Hiram Maxim ilk komersiya məqsədli silah səs boğucusunun ixtiraçısı hesab edilir. Görmüşdə yəqin silahın qabağına belə bağlayırlar və açılan atəş başqaları tərəfindən az eşidilir. O həm də nə üçün səs boğucu ixtiraçısı hesab edilir? Cavabınız?
Cavabınız yoxdur? Yoxdur. Sualın dəyəri qalxır. 2 xal oynanılır. Xatırladım ki, bu sualda onun həm də avtomobillər üçün səs boğucu, çox adamın qluşitel dediyi həmin o qurğunu icad etdiyi faktdır. Növbəti sual 2 xal dəyərində. Hansı məşhur ixtiraçının ləqəbi Doktor... Vaxt. Kuba komandası. Bayaqki sualdakı Maksim bəlkə. Bəli, Hayrın Maksim. Söhbət ondan gelir. 2-1. Kuba komandası hesabda irəli çıxır. 2-1 və Hayrın Maksim Doktor olsa da bizim Maksim səs-küy yaratmaq üçündür. Növbəti mahnı Kuba komandasının bu addımı şərəfinə səslənir. Onlar hesabda irəli çıxırlar. Samir Qulamovun rejissorluq etdiyi Leyli və Məcnun operasında izləyicilər səhnə kənarında əyləşən və qəhrəmanların həyatını kitabına yazan personaj görə bilərlər. Baş qəhrəmanların zaman-zaman bu personaja giley etdiyini bildinizsə, onun kimi təcəssüm etdiyini deməlisiz. Vaxt. Quba. Fidan Zamanova. Fidan. Fələk. Fələk deyil, yox. Komanda sizi itirir. Səhvlərin deyir. Sonra Leyli Məcnun'da nə var? Məşhur şey var, yazır. Leyli Məcnun'da yazıcıdır, nəsə yazır, kritik eləyir. Bəlkə yazsın özü. Yazsın özü deyil, yox. Deyir ki, yəni bildiyinizsə o durur qıraqda, yazır nəsə. Bəlkə tərcüməçidir, səhv tərcümələri qeyd eləyir. Bəlkə kritikdir, kritik eləyir ki, bunlar səhvdir. Leyli Məcnun'da nəsə 19-da basarsan, elə bir şey olmalıdır, bas. Okey, mənim üçün təkrarlayarsınız. Samir Qulamovun rejissorluq etdiyi Leyli və Məcnun operasında izləyicilər səhnə kənarında əyləşən və qəhrəmanların həyatını kitabına yazan personaj görürlər. Baş qəhrəmanların zaman-zaman bu personaja giley etdiyini bilirsinizsə, onu mənə deyin, o personaj kim ola bilər? Kimi təcəssüm etdirir o personaj? Okey, personajdır, onda olsun ki, bu Məcnun idi. Dostlar, bu quruluşda siz ümumiyyətlə bilirsiniz də, özdə bu versiya var idi. Məni ən yandıran odur ki, Ada Məktəbi komandası masasında bu versiya var idi ki, bəlkə bu əsərin müəllifindən söhbət gedir. Bəli, Füzuliyə bəzən orada qəzəllərdə giley edirlər. Ey Füzuli, o giley kəlməsi orada onun adı səslənir və uyğun olaraq da müəllif kənardan özü yazdığı əsəri sanki bir də yazırmış kimi quruluş verilib. Növbəti sual 2 xal dəyərində. Hadisələri 1930-cu illərdə cərəyan edən Qarlı Aşırım romanında personajlar partiya sıralarına qoşularkən çox ciddi yoxlamadan keçdiklərini deyirlər. Bəs bu zaman hansı Alman soyadı xatırlanır? Vaxt. Nədən? Dəmir kansler kim idi? Dəmir kansler kimdir? Çox ciddi adam. Bilhin. Bura. Çox gizli. Disiplin zədləsi. Yox, soyadı uşaqlar. Alman Alzheimer məsələn, Parkinson, nə bilim, nə var, çox gizli. Əli Zeynal. Buyursun. Düşünürəm ki, bu Otto von Bismarck'dır. O deyil, o deyil. Rəqiblər düşünsün. Soyad deyil də, disiplin soyad deyil də. 19-da basarsan təkrarlayacağam. Hansı Alman soyadı? Bas bir dənə, bas. Oyunun həll edici məqamıdır Kərim. Nə cavab verəcəksiniz? Buyurun. Okey, mənim üçün təkrarlayayım bu dəfə də. 1930-cu illərdə cərəyan edən, yəni hadisələri cərəyan edən Qarlı Aşırım romanında personajlar partiya sıralarına qoşularkən çox ciddi yoxlamadan keçdiklərini deyirlər. Və bu zaman hansı Alman soyadı xatırlanır? Disiplin. Komünist Partiyası sıralarına yeni daxil olmuş üzvlərin çox diqqətlə yoxlamadan keçirilməsini romanın personajları rentgen müayinəsinə bənzədirlər. Rentgen soy adını çəkmək lazım idi. Növbət sualın dəyərini qaldırdınız. 3 xal oynanılır və bu 3 xal Quba komandasına qələbə vəd edir. Hesabda irəli çıxmaq üçün həm də bu 3 xal əlbəttə ki, Ada Məktəbi komandasına lazımdır. Hansı əsər 1955-ci ildə Danimarkada 233 dərəcə Selsi adı ilə çap olunmuşdu? Vaxt. Ada Məktəbi buyurun, kim cavab verir? Fahrenheit 451. Tamamilə doğru. 4-2 və Ada Məktəbi bayaqdan itirdikləri fürsətləri bərpa edir.
Danimarkada temperaturu bizdə olduğu kimi Selsi ilə ölçürlər deyə bu səbəbdən əsərin adı müvafiq olaraq dəyişdirilmişdi. Ada məktəbi indi qələbənin bir addımlığındadır. Görəsən Quba komandası hesab arasında bu fərqi azalda biləcəkmi? Emil, nə hiss edirsiniz? Necə olacaq? Bu veriliş bu sualdan sonra bitəcək, yoxsa hələ tezdir bunu proqnoz etmək? Əlimizdən gələni eləcəyik biz. Uğurlar, uğurlar. Bu sualı isə mənə verilişimizə Hollandiyada baxan tamaşaçılarımızdan biri göndərib. Ora köçən Azərbaycanlı tamaşaçılarımızdan birini bu ilin iyununda bir şey təəccübləndirib. O, küçədə gəzəndə fikir verib ki, bəzi evlərin üzərindəki bayraq dirəklərindən həm də məktəbli çantaları asılıb. Sən demə, həmin evlərdə kimlər yaşayır? Vaxt. Bayraq dirəyinə çantalar asılıb, kimlər yaşa bilər? Kərim? Belə bir versiya var ki, əgər çantalar asılıbsa, bəlkə bu kimsəsiz uşaqlar yaşayır orada. Onlara göndərirlər çantalarını, qoyurlar ola ki, istifadə etmək istəyənlər götürsünlər. Yetimlər, kimsəsiz uşaqlar. Yox. Quba. İyun ayında nəsə tələbəndir. Bəlkə məktəbi bitirənlər olsun. Məktəbi bitirənlər. Emil, gözəl fürsət var ki, siz finala çıxasınız. Gözəl fürsət var ki, ümumiyyətlə finaldakı rəqibin üstünlüyünü minimuma endirəcək qədər hesab arasında fərqi dəyişəsiniz. Oyunun dönüş nöqtəsidir və rəqibləriniz cavab verə bilməyiblər. Bəlkə iyun həm də tədris ilinin sonudur və tədris ilində məktəbi bitirənlər yaşayırdı orada tələbələr. Bəli, bu il məktəbi bitirən şagirdlər öz məktəb çantaları ilə yollarını bu cür ayrırlar. 4-3. Əhsən Quba, növbəti sual. Ətriyyatçı Jean Karl 50'li yaşlarından sonra bütünlüklə qoxu bilmə qabiliyyətini itirmişdi. Amma buna baxmayaraq fenomenal yaddaşa və bacarığı ilə ətirlər yaratmağa davam edirdi. Bioqraflar onu hansı bəstəkara bənzədirlər? Vaxt. İşıq qırmızı masada yanıb. Buyurun, Ada məktəbi kimin cavabını verirsiniz? Qabil Ludwig van Beethoven. Ludwig van Beethoven'ın adı çəkilməliydi. Ada məktəbi layiq olduğu qələbəni əldə etməklə ilk finalçımıza çevrilir. Tamamilə doğru cavab. Halbuki Ada komandası masa arxasına əyləşəndə elə Qabili birinci itirmişdi. Mən düşünürdüm ki, yəqin ki, o komandanın ən zəif oyuncusudur. Yox, elə ən güclü, ən məsuliyyətli məqamda komandasını finala çıxaranda o oldu. Təbrik edirəm Ada məktəbi komandasını, rəqiblərini üstələyə bilib finala vəsiqə qazanmış oldular. Xüsusi təşəkkürüm isə bugün ədalətin keşiyində durmağa mənə kömək edən müstəqil hakimimiz, Məktəbə qədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin mütəxəssisi Xəyal müəllim Əsədovadır. Xoş gəlmişsiniz. Beləliklə, növbəti verilişimizdə görüşmək ümidi ilə məktəblər arasında Brainring üzrə Azərbaycan çempionatı davam edir və Azərbaycanın ən güclü məktəbliləri harda oxuyur, bunu növbəti verilişimizdə biləcəksiniz.